Hal olsun Hidayətə. Azərbaycanda ilk dəfə bizim çempionlarımız sayı çoxdur və burada hamıya, bütün bizim idmançılarımıza salam deyirəm və inşallah ki, çox yaxşı gedir federasiyanın işləri. Axırıncı o nəticələr bizim tədbirdə də biz bu təbrik elədik. Ondan sonra, həmin tədbirdən sonra Hidayət getdi, dünya çempionu oldu. Ondan qabaqki dünya çempionu başqa kateqoriya idi, düzdürmü? Başqa. O burada ikinci yer götürdün, getdin orada isə birinci yer götürdün. Halal olsun. Bir də ondan sonra dünya çempionu oldun da. Sən halal olsun qardaş. Görün də, görün. Motivatorun, yəni bizim diplomumuz, bizim fəxrimizdir də Hidayətin özü. Həqiqətən həmişə öndə. Allah razı olsun və bütün bugünə kimi əldə etdiyi bütün diplomlar, bütün maşallah az deyil. Həqiqətən. Sonuncu hansıydı qardaşım? Hanı? Sonuncu budur. Sonuncu bax budur. Dubai Pro'dan ha. Dubai Pro. Overall Pro kartın hem şeydi, kubokudur. Aha. Pro kart da budur. Bu o deməkdir ki, mən amatör olaraq şeylərin iştirak eləməm, ancaq daha necə deyirlər, dünya səviyyəsində atletlərdən çıxış eləyə bilərəm. Aha. Bu iş onun üçün mənə açar oldu. Dünya kubokundan olimpiyadaya çıxmaq üçün. Bu lisenziya kimi bir şey Bu lisenziyadır. Lisenziyadır. Bunu da əlində saxlamaq üçün ildə ən azı 2 dəfə yarışa çıxmalısan. Ha, yəni onun şərti var yəni. Sırf pro atletlər. Bax görürsüz Dubai Sports Council nəsə belə bir şeydir. Burada da bütün yəqin sponsorlar, daxil olanlar, yəni. Onlar hamısı bu Dubai Pro'nun sponsorları. Ha, yəni bu çox seriozlu təşkilat, professional liqa, ha. Yəni burada sən öz çəkində öz çəkimdə birinci yer oldu. Bu da Azərbaycanda ilk oldu. Ümumiyyətlə bu kubokların hamısı Azərbaycanda ilk.